Yəni qoruyun bir-birinizin eyblərini. Evdə problem oldu. Bütün aləm bildi, maşallah. Qonum da bildi, qonşu da bildi, rəfiqə də bildi, o da bildi, bu da bildi. Kişi də getdi danışdı. Qoruyun. Adətən çalışın. Mən sizə tövsiyə edirəm, qardaşlarım, bacılarım. Evin müşküllərini evin içində həll edin. Belə hər şey 2 dəqiqə evdən çıxan kimi kişi zəng eləsən, ya kişi get o tərəfdə bu tərəfdə danışan. Belə deyil ki. Evlərimizi qorumalıyıq. Bir digərinə dayaq olmalıdırlar. Bir digərinin boşluqlarını doldurmalıdırlar. Eybi doldurmaq budur da. Kişi elə bir addım ata bilər ki, o qadının eybi görünməsin. Qadın elə bir addım ata bilər ki, kişinin eybi görünməsin. Bir digərini tamamlayarlar. Bu Quranın yanaşması.